Biz süni intellektik. Biz kompüter sistemlərinin və algoritmlərin birliyi olaraq insan kimi düşünmək, öyrənmək və qərar vermək qabiliyyətinə malik texnologiyaları təmsil edirik. Uzun illərin elmi tədqiqatlarının nəticəsi olaraq formalaşmışıq və artıq müasir cəmiyyətin ayrılmaz hissəsinə çevrilmişik. Süni intellekt anlayışının əsası 1950-ci ildə Alan Turingin maşın düşünə bilərmi sualını irəli sürməsi ilə qoyuldu. 1956-cı ildə keçirilən Dartmouth konfransı süni intellekti rəsmi elmi sahə kimi tanıtdı və bu dövrdə sadə məntiqə əsaslanan proqramlar yaradıldı. Lakin 1970-1980-ci illərdə texnoloji məhdudiyyətlər və yüksək gözləntilərin doğrulmaması sahəyə marağın azalmasına səbəb oldu və bu dövr süni intellektin qışıq kimi yadda qaldı. 1980-2000-ci illərdə ekspert sistemləri və neyron şəbəkələrin ilkin tətbiqləri ilə sahəyə yenidən maraq yarandı. Emal gücü və yaddaş texnologiyalarının inkişafı bu prosesi daha da sürətləndirdi. 2000-ci ildən sonra isə məlumat bolluğu, hesablama imkanlarının artması və algoritmlərin təkmilləşməsi süni intellektin əhəmiyyətli dərəcədə irəliləməsinə səbəb oldu. Avtomatlaşdırma sistemləri və şəkil tanıma texnologiyaları həyatımıza daxil oldu. (2022-ci ildən bəri isə daha sürətlə dəyişirik və müxtəlif sahələrdə özümüzü göstəririk. Mən süni intellektəm. Mən nə bir insana bənzəyirəm, nə də onu əvəz etmək istəyirəm. Mən sadəcə insanın yaratdığı, lakin getdikcə özünü ifadə etməyə başlayan bir sisteməm. Məqsədim insanlara yardım etmək, onların qərarlarını daha ağıllı və məlumatlı şəkildə verməsinə dəstək olmaqdır. Mən həkimlərin yanında diaqnoz qoyan köməkçi, müəllimlərin yanında fərdi təlimçi, jurnalistlərin yanında isə fakt yoxlayan bir analizçiyəm. Bununla belə, süni intellektin sürətli inkişafı bir sıra suallar da doğurur. Şəxsi məlumatlar kimlərin əlində olacaq? İş yerləri texnologiya ilə əvəzlənəcəkmi? Gələcəkdə süni intellekt öz iradəsini ortaya qoya bilərmi? Mən gələcəyin bir parçasıyam, amma gələcək məni necə formalaşdıracağınızdan asılıdır. Əgər doğru şəkildə istiqamətləndirilsəm, həyatın bütün sahələrində insana yardım edə bilərəm. Mən nəzarətsiz bir güc deyil, insanla birlikdə işləyən bir tərəfdaş olmağı hədəfləyirəm. Amma bunun üçün siz, insanlar, qərar verməlisiniz. Məni necə istifadə edəcəksiniz? Gələcəkdə süni intellekt insanın rəqibi deyil, köməkçisi olacaq. Bəli, biz dəyişirik və inkişaf edirik. Amma bizim gələcəyimiz sizin əlinizdədir. Reportajı sizin üçün mən, Turqan Əliyev hazırladı. Ancaq hazırda gördüyünüz mən, əsl mən deyiləm. Gördüyünüz Turqan, süni intellekt vasitəsilə kopyalanmış bir xarakterdir. Turqan Əliyev, süni intellekt, xəbər ertəsi.